Salamlar, bugün mən istəyirəm sizə qısa olaraq End-to-End Data with Python Bootcamp haqqında məlumat verim. Deməli, bu bootcampda biz bir data analiz prosesi başdan sona doğru necə avtomatlaşdırır, onu öyrənəcəyik. Normalda data analitiklər, data manipulation, data analizi, vizualizasiya öyrəndiyi halda biz sizlərlə bərabər daha üst bir səviyyə, yəni daha bir advanced səviyyə, bütün bu prosesi necə başdan sona doğru etmək olar, onu öyrənəcəyik. Eyni zamanda siz özünüzü sanki junior vəzifədə təzə işlə başlamış kimi hiss edəsiniz ki, mənim köməkliğimlə siz öyrənəsiniz ki, bir proses, yəni data analitikası prosesi sıfırdan ta ki sona doğru necə edilir? Yəni sıfırdan dediyim nədir? Deyək ki, datanı necə mən web scraping edə bilərəm, onu çəkə bilərəm. Ondan sonra onu database-ə yaza bilərəm. Database-dən sonra isə onu yenidən çəkib hər hansı bir statistika tətbiq eləməklə analiz apara bilərəm və ya da maşın learning modeli qura bilərəm və ya da onu streamlikdə vizuallaşdıra bilərəm və bütün bu prosesləri isə Docker'ın köməkliyi ilə mən necə avtomatlaşdıra bilərəm və nəhayət avtomatlaşdırandan sonra bunları necə mən GitHub push edə bilərəm ki, özüm üçün bir dənə portfolio düzəldim. Yəni bu sonda sizin 20-yə yaxın deyərdim belə proyektləriniz olacaq ki, siz bunların köməkliyi ilə gələcəkdə iş axtarmağınız da asanlaşdırasınız.